Şəhid olan oğlunun qisasını almaq üçün düşmənin ürəyini çıxararaq oğlunun məzarı üstünə gətirən 1-ci Qarabağ müharibəsinin iştirakçısı Nurcahan Hüseynova. 1992-ci ildə Qarabağ savaşı başladıqda hər kəs kimi Nurcahan Hüseynova da bu torpağın fəryadını eşitdi. Televiziyada yayımlanan çağırışa dərhal cavab verdi. Səhəri gün könüllü olaraq hərbi komissarlığa yollandı. Bakıda ali təhsil alan gənc oğlu Elxan Hüseynov da cəbhəyə göndərdi. Oğlu ilə bir döyüşlərdə iştirak edir. Onun döyüş yolu Şuşa yaxınlığında Daşaltı əməliyyatı ilə başladı. Amma bu yol ona oğul etkisi gətirdi. Oğlu şəhid oldu. Bir ananın ürəyi parçalandı. Nurcahan Hüseynova oğlunun qanını yerdə qoymadı. O içində yanan nifrəti soyutmaq üçün bir addım atdı. Erməni əskərinin ürəyini çıxardı, spirtin içində Bakıya gətirdi və o ürəyi şəhid oğlunun məzarının üstünə qoydu. Üstünə isə qısa, amma ağır bir cümlə